Bədənində ağırlıq, başında dumanlıq, gecələr yuxusuzluq. Bəlkə də heç bilmirsən, bütün bunların səbəbi qanın durğunluğu ola bilər. Və bunu bəzən bir seansla belə dəyişmək mümkündür. Hicama, bədənində illərlə yığılmış toksinləri, durğun qanı və enerji bloklarını aradan qaldırmaq üçün istifadə olunan ən təsirli, ən təbii üsullardan biridir. İnsan özünü bəzən yorğun, halsız, əsəbi və ya səbəbsiz narahat hiss edir. Amma çox az adam bilir ki, bu problemlərin bir çoxu qanın düzgün dövr etməməsi ilə bağlıdır. Hicama zamanı bədən o durğun bölgələri boşaldır, qan təzələnir, hüceyrələrə oksigen daha güclü çatır. Nəticədə boyun, bel, baş ağrıları azalır, yuxu düzəlir, stres çəkilir, orqanizm tamamilə yüngülləşir. Bu, sadəcə bir prosedur deyil, bədənin özünü yeniləmə prosesidir. Və ən gözəli də odur ki, hicama həm profilaktik olaraq, həm də mövcud narahatlıqlar üçün inanılmaz təsir göstərir. Özünü daha yüngül, daha rahat və daha enerjili hiss etmək istəyirsənsə, bəlkə də ilk addım elə hicama ilə bədənini təmizləməkdir.